Bu sabah yuxudan danışırıq. Ümumiyyətlə, yuxu elə bir mövzudur ki, son dövrdə çoxunun ehtiyac duyduğu bir məqamdır. Amma yuxumuzu ala bilirikmi? Yuxu keyfiyyəti azalır ki, artmır bəzi insanlarda. Bu barədə danışacağıq. Psixiatr Fuad Bəşirov bizlə bərabərdir. Fuad bəy, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Çox sağ olun dəvətiniz üçün. Minnətdarım. Təşəkkür edirik. Siz saat neçədə oyanmışsınız bura gəlmək üçün? 7-nin yarısıdır herhalde. Normal saatdır da səhərdə oyanmaq. Bəli. Ümumiyyətlə, insan neçə saat yatmalıdır normal olaraq? Bu çünki son vaxtlar mübahisələrə səbəb olur və deyirlər ki, hamı üçün 8 saat keçərli deyil. 8 saatdan daha önəmli olan şey axşam vaxtında yatmaqdır. Yəni, təxminən hava qaralandan 3-4 saat sonra yatmaqdır. Günəş çıxmadan biraz öncə oyanmaq daha bizim genetikamıza, bizim fıtratımıza daha uyğundur. Təxmini 10-11 radələr eləyir də bu. Bəli, təxminən 11-də yatmaq. Bəli. Onun üçün regionlarda sağlam həyat tərzi daha çox aktualdır da. Orada tez-tez biz rastla gəlirik ki, 10-11 aralığında yatırlar artıq, yuxuya gedirlər, sübh tezdən oyanırlar. Amma əfsuslar olsun ki, biz o rejimi öyrəşə Əslində biz də min illər boyunca babalarımız o şəraitdə yaşayıb, işıq yox ikən, televizor, telefon yox ikən, axşam hava qaralan bir müddət sonra beynimiz, bədənimiz yuxuya hazırlaşır, yatırdıq, səhər erkəndən dururduq. Bütün bədənin fiziologiyası da bunun üzərində qurulub. Niyə xüsusilə 8 saat deyil də axşam vaxtında yatmaqdır? Bunu təbii tənzimləyən melatonin adında bir hormon var. Axşam hava qaralanda melatonin ifrazı başlayır. Təxminən 3 saat sonra melatonin qanda bir səviyyəyə gəlir. O səviyyəyə gəldikdən sonra əgər biz yatarsaq, melatonin beynimizdə iş görməyə başlayır. Təbii nə iş görür? Bəlkə də melatonin bütün hormonların ən başında dayanır. Bütün hormonlara nizam verir. Gün ərzində yaşadığımız stresi, gün ərzində yaşadığımız problemləri gecə yuxuda yatıb qalxanda səhər daha dinc qalxırıq, düzdür? Onu əslində tənzimləyən melatonin hormonudur. O da axşam vaxtında yatarsaq iş görür. Yox, deyəlim, gecə növbəsi tutan insanlarda və yaxud da gecə kinoya baxanlarda, oyaq qalan insanlarda o melatonin mexanizması işləmədiyi üçün səhər daha stresli olur. Hətta fikir versəz, gecə növbəsinə qalan insanlarda dövlət ya da orqanlar 2 gün istirahət verir. Niyə? Onun o qədər ağır bir təsiri var ki, 2 gün istirahət eləmək lazım ki, o bir günün yuxusunu ala bilək deyə. Ala biləsən. Yəni, gecə yuxusunun bu qədər əhəmiyyəti və önəmi var. Halbuki biz deyəndə indi çoxu internet asılılığı olsun, bayaq da bu barədə danışırıq. Əslində bunlardır. Mobil telefonlar olsun və yaxud da kiminsə bəlkə iş şəraiti belədir, təsir eləyən amillərdir. Təsir eləyən amillərdir və eyni zamanda burada məsələn, ağ işıqdan istifadə biz deyirik ki, hava qaralandan sonra melatonin ifrazı başlayır, amma deyəlim ki, telefonla axşama qədər yerimizdə isə ya da televizordan bir yerdə isə melatonin ifrazı onu söndürdükdən sonra ortaya çıxır. Biz yuxu rejimi deyəndə ya da yuxu gigiyenası deyəndə yatmamışdan ən az 1-2 saat əvvəlindən ağ işıqdan istifadəni kəsmək lazımdır ki, biz beynimiz səhər-səhər duranda daha dinc dursun, daha gümrah dursun. Bu, böyük insanlar üçün çox vacibdir, amma daha vacib olan şey uşaqlar üçündür. Uşaqlarda böyümə hormonu gecə ifraz olunur bildiyiniz kimi və yatarsaq ifraz olunur. Yenə melatonin təsirindən yola çıxarsaq. Əgər böyümə hormonunun ifrazını ləngitsək nə olar? Boy daha qısa olar, əzələ kütləsi daha zəif olar. Zəka, qavrama potensialı daha aşağı olmuş. Bəli. Ona görə əgər istəyirsə ki, övladlarımızın boyu potensialı daha yaxşı olsun, qavraması daha it olsun, o zaman axşam yuxusunu mütləq yatırtmaq lazımdır. Onda günorta yuxusu bir o qədər önəmli olmaya bilər uşaqlar üçün. Günorta yuxusu vacibi budur. Günorta yuxusu gün ortada olan vaxtı yatmaq daha faydalıdır. Gün ortada olan vaxt. Gün ortanı keçəndən sonra, yəni saat 2-dən sonra yatmağı çox faydalı görmürlər. Çünki bu gecə yuxusunun keyfiyyətini pozur. Və gün ortada yatan insanlar daha çox yaşlılıqda unutqanlıqları gecişir. Alzheimerin ya da demensiyanın ortaya çıxmaq... Günorta yatmağın fəsadı kimidir? Xeyr, günorta yatmağın faydası kimidir. Günorta ya da olanda yatmaq, amma... Yəni, saat 2-yə qədər yatmaq. Təxminən 12-1 arasında yatmaq. 12-1 1 saat. Bəli, yarım saat, 1 saat. İndi maraqlıdır ki, siz dediniz, uşaqlar üçün də bu önəmlidir, böyüklər üçün də təbii ki. Etiraf edək ki, sosial şəbəkələr üzündən və yaxud da ki, başqa səbəbdən çoxu, məsələn, 10-11-də yatan insanla mən çox nadir halda rast gəlirəm və çoxu
saat 2-də, 3-də yatır bəzən, 1-də yatan olur. Gecə yuxusunu həmin saatlarda yatmayan insanlar müəyyən vitamindən məhrum olur. Həmin şəxsləri gələcəkdə hansı problemlər gözləyir? Əslində onları mən gündəlik olaraq xəstəxanada, öz klinikamda ya da otağımda görmüş oluram. Mənə gələnlərin demək olar ki, hamısı gecə yuxusu pozulmuş insanlardır. Müxtəlif fəsadlar ortaya çıxır. Ya depressiya ilə, ya həyəcan pozuntusuyla, ya bir başqa bipolar xəstəliklə mənə müraciət edirlər. Mən xəstələrimə də dediyim, bəzən deyirəm ki, axşam 11-də mütləq yatmaq lazımdır. Onlar deyirlər ki, doktor, bəs 11-də daha bizdə gün təzə başlayır deyirlər. Deyirəm ki, onda yəni burada daimi gəlib gedəcəksiniz. Ya da mən öz praktikamdan bunu deyə bilərəm ki, vaxtında yatmayan insanlardan arasında mənə tam sağaldım deyən olmadı. Bəlkə yaxşılaşdım deyən oldu, amma sağaldım deyən olmadı. Çünki 11-də yatmaq beynimizin ən təbii antidepressantıdır və yaxud da ən təbii qoruyucu vasitəsidir. Bu sadəcə beynimizi qorumur, eyni zamanda ürəyimizi qoruyur, eyni zamanda bütün mədə bağırsağımızı qoruyur, bəli, əzələ sistemimizi qoruyur, müqavimət sistemimizi qoruyur. Dolayısıyla yuxu Amma o qoruyur. Biz o belə deyək də, o qoruyucu mexanizmdən istifadə etmiriksə, bizi gələcəkdə nə gözləyir? Ürək xəstəlikləri və yaxud digər bir xəstəliklərlə üzləşə bilərik. Biz potensial olaraq psixiatrik xəstəliklərin hər biri gözləyir. Hər biri gözləyir, amma deyəlim, əgər uşaqlarda yuxu yatmırsa, daha qısa boy gözləyir, daha zəif bədən kütləsi gözləyir, daha çox piylənmə gözləyir, indiki insanların çoxsunun yaralı yeri və yaxud da ürək xəstəlikləri gözləyir. Bundan başqa gündəlik həyatımızda da əgər gecə vaxtında yatmamışıqsa, daha çox səhv eləyərik, daha diqqətsiz olarıq, daha az zövq alarıq. Fuad bəy, bəs məsələn 11-də yatırıq. Neçədə oyanmaq ən sağlamıdır? Gün çıxan ərəfədə ya da gün çıxmamışdan əvvəl oyanmaq da... Təxmini neçə radələr? Yəni 6 üçün təxmini, 7 işləmiş üçün. 4-5 radələrində oyanaraq müəyyən işlərə gedənlər olur. 4-5 radələri sağlam saatı sayılırmı? Yəni oyanmaq üçün sağlam hesab edə bilərikmi? Əgər gecənin 3-də 2-sini yatmışıqsa 11-dən sonra, bəli, sağlam sayılır. Yəni 4-5-də oyanmaq yəni problemli saat deyil. Xeyr. Yəni biz özümüzə görə soruşuruq. Əslində açıq deyək. Əgər günorta yatacaqsınızsa problemli saat deyil. Problemli saat. Amma günorta yatmırıqsa? Günorta, əlbəttə bu artıq bir müddət sonra problem yaradır. Əslində mən bir məqamı etiraf eləmək istəyirəm ki, indi siz də psixiatr olaraq bunu daha da dəqiq bilirsiniz. Saat 4-5 radələrində və 5-6 radələrində oyananda sübdən gün ərzi ola bilər ki, mən yuxulu olum və yaxud da ki, kimsə yuxulu olsun. Amma o saatda oyananda daha insan özünü rahat hiss edir. Nəinki mən saat 10-a kimi, 11-ə kimi yatanda baş ağrısı olur, göz ağrısı olur və narahat yaşayırsınız. Bizi yatırdan hormon dedim melatonin, oyadan hormon da kortizoldur. Kortizol eyni zamanda stres hormonudur. Səhər günəş çıxmamışdan əvvəl beynimiz belə deyir, artıq stres vaxtıdır, yəni qalxıb sənin işə getməyin vaxtıdır ya da özünü qorumaq vaxtıdır. Kortizol istifadə edir. Kortizol ifraz olunur. Əgər biz deyəlim gec oyandıq, o kortizol ifraz olunur, amma tam da o səviyyə çatmır. O zaman o bizim gümrahlığımız o erkən oyananlar qədər ola bilməz. Çünki kortizol o səviyyəyə qədər arta bilmir. Arta bilmir. 8 saat yatdıq, 6 saat yatdıq. Sizin dediyinizdən də belə başa düşdük ki, Fuad bəy, həm də yuxunun keyfiyyəti önəmlidir də. Rahat yatırıq bunu. Bu yuxu keyfiyyətini artırmaq üçün hansı vasitələr var? Nə etmək lazımdır? Təbii vasitələr. Başa düşdük ki, telefondan 2 saat öncədən, televizordan 2 saat öncədən uzaqlaşmaq. Kofedən, çaydan, rəngli sulardan, meyvə şirələrindən, yeməkdən, spirtli içkilərdən, ağır yeməklərdən və yaxud da aktiv fiziki hərəkətlərdən. Bu da olmaz. Bəli, bu da olmaz. Yatmamışdan əvvəl yerimizin rahat olmağı lazımdır, otağın tam qaranlıq olmağı lazımdır. Bunlar bizim yuxumuza yaxşı təsir edən şeylərdir. Yuxumuzun keyfiyyətini artıran şeylərdir. Bəs deyirlər ki, yatmamışdan əvvəl yarım saat piyada gəzmək falan, bu da keçərlidir yoxsa? Əlbəttə, amma aktiv olaraq, yəni yavaş olan hərəkətlər bizi yuxuya hazırlaşdırır. Amma deyəlim, futbol oynayıb gəlib yatmaq çətin olur. Əzələ də sakitləşməlidir ki, yuxuya getsin də başqa olar, ən azından. Bir də duş ola bilər, ilıq sunan duş ola bilər ya da kitab oxumaq ola bilər, amma kitabdan oxumaq kimi ağ işıqdan deyil. Ağ işıqdan yox. Kofedən dediniz ki, yatmamışdan qabaq imtina etmək lazımdır. Ümumiyyətlə, gün ərzində kofe içmək bir dəfə, maksimum 2 dəfə yuxu rejiminə nə dərəcədə ümumiyyətlə bizim sağlamlığımıza təsiri yaxşıdırmı onu? Yəni, bütün qidaların demək olar ki, azını daha faydalıdır. 2 stəkandan çox kofe içmək
bir müddət sonra asıllıq yaradır. 2 stəkana qədər bəli, normaldır və faydalıdır da. Xüsusilə yenə yaddaş üçün faydalıdır, günə oyanıq başlamaq üçün faydalıdır, amma axşam saatlarında içmək gecə yuxusunun keyfiyyətini pozur. Hətta suyu belə artıq içəndə, necə içmişik, o da dərd verir. Ona görə hər şey qədərində gözəldir də. 5 qızıl qayda desək yuxu ilə bağlı, rahat yuxu yatmaqla bağlı. 3 də ola bilər. Əsas odur ki, o qaydaları deyək. Nə deyək? Səhər tezdən oyanmaqdır. Gün ərzində fiziki aktiv olmaqdır. Bəli, gün ərzində çoxlu söhbət eləməkdir. Söhbət eləmək gün ərzində yaşadığımız stresi də eyni zamanda azaltmış olur. Saat 6-7-dən sonra ağır yeməklərlə qidalanmamaqdır. Yatmağa hazırlaşmaq lazımdır. Yatmamışdan 2 saat əvvəlindən ağ işıq, telefon ya da evdəki luminescent lampaların olmamağı lazımdır. Qaranlıq otaqda, rahat yerdə, səssiz ortamda yatmaq yaxşıdır. Gözəl. Əslində hamımızın bildiyi, amma çox az adamın riayət elədiyi Əgər məqamlar. bunlarla insan öz başına bunu düzəldə bilmirsə, apteklərdə satılan, misal, melatonin adında zərərsiz bir dərman var. Reseptsiz də satılır. Bunlardan istifadə etmək olar və yaxud da sakitləşdirici çaylardan istifadə etmək olar. Əgər bunlar da olmursa, o zaman həkimə müraciətlə də bunu düzəltmək olur. Əgər ciddi bir probleminiz varsa, mütləq həkimə müraciət edin. Bəs davamlı olaraq yuxu ilə bağlı problem yaşayanlar da olur da. Çünki onlar iş cədvəlinə əsasən gün ərzində maksimum 4-5 saat yata bilirlər. Belə olduğu təqdirdə davamlı bu yuxunu yaşayan insanlar, 4-5 saat yatanlar nə gözləyir? Çünki hiss edirsən ki, nəsə o qədər də gümrah deyil. Xronik yorğunluq gözləyir onları və yaxud da xronik əsəbilik gözləyir və yaxud da dözümsüzlük gözləyir. Daha gündüz saatlarında daha çox səhv etmək gözləyir. Münasibətlərdə daha çox pozulma gözləyir. Bəs necə azad olaq o xroniki yorğunluqdan? O vaxtında yatmaqla. Yəni yalnız yuxu xilas edəcək. Əlbəttə ki, bizim fizionomiyamız, bizim yenə min illər boyu öyrəşdiyimiz genetikamız budur. Bizim günümüzün 1/3 yatmağı lazımdır və bunun gecə saatlarında olmaq lazımdır. İndi biz son 30 ildə ya da 60 ildə deyirik ki, yox, gecə yatmayaq deyirik. Axı min illər boyu biz bunu öyrəşməmişik. Biz belə yaradılmışıq. Biz belə, bəli, təbiətən belə gəlmişik. Dolayısıyla onu dəyişdirmək çətindir. Doktor, mənə nə dərman verirsənsə ver, mən gecə saatlarında oyaq qalmaq istəyirəm, amma sağalmaq da istəyirəm. Onda mümkün olmur deyirik. Yəni mümkün deyil. Təbii proseslər var da, yatan zaman o vitaminlərin ifraz olunması. Bəli, melatonin ifraz olunmağı və bunun bütün orqanizmi belə nizama salmaq üçün bir mexanizma var. Önəmli bir hormondur da melatonin hormonu. Bir də elə insanlar var, ətrafımda da var, tanıyıram bir neçə belə insan var ki, telefondan da uzaqlaşır, hər şey eləyir. Amma məsələn saat 3-ə, 4-ə qədər yata bilmir. Deyir, nə edirəmsə yata bilmirəm də, yəni mümkün deyil, yuxum gəlmir. Bu yuxu pozuntusu bir xəstəlikdir, müxtəlif səbəblər ola bilər. Orqanik çatışmazlıqlar fonunda yarana bilir, hər hansı vitaminlərin çatışmazlığı və yaxud da tiroid vəzinin yaxşı işlənməməyi fonunda ola bilir. Və yaxud da narahat ayaq sindromu dediyimiz bir sindrom var. Gecə yerinə yatanda sanki ayağımda bir qaşıntı var, bir huzursuzluq var. Qalxıb gəzməyim lazımdır. Bu insanın yuxusunu körləyə bilər. Ya da gün ərzində psixoloji bir məqamdır yoxsa? Psixolojik məqamdır, amma yəni orqanik çatışmazlığı fonunda gedir. Və yaxud da gecə yerimizə yatmağa gedirik, gün ərzində olan proseslər ağlımızdan çıxmır, keçmişdə olan fikirlər gəlib bizim ağlımızı dolaşır. Bu, müəyyən xəstəliklərin, deyəlim, depressiyanın əlamətlərindən biridir. Və yaxud da gələcəyə doğru çoxlu qayğılarımız olur. Görəsən, mən necə eləyəcəm? Və yaxud da sabah həkimə gedəcəm, bu gecəni yata bilmirəm. Sabah imtahana gedəcəm, bu həyəcanın çoxluğundan xəbər verir. Əgər bu xronik olaraq davam edirsə, bu bir xəstəlikdir, o zaman müalicəsinə məşğul olmaq lazımdır. Biz sizə təşəkkür edirik. Çox sağ olun ki, bizi maraqlandıran, tamaşaçıları maraqlandıran sualları dəqiq, lakanik şəkildə cavablandırdınız. Çox sağ olun. Siz də sağ olun. Xoş oldu. Bir daha vurğulayaq ki, psixiatr Fuad Bəşirov bizlə bərabər idi. Yuxudan danışdıq. Başqa sözlə desək, 10-11-ə kimi yatmaq lazımdır, gün çıxmamışda oyanmaq lazımdır ki... 10-11-ə kimi yatmaq lazım, axşam saatlarında 10-11-ə kimi yuxuya getmək lazımdır artıq. Yatmaq lazımdır dedin. Elə fikir yarana bilər ki, saat 10-11-ə kimi yatın da. Yalnız da yatmaq istəyən yatacaq, yenə də yatacaq. Əgər sağlam qalmaq istəyirsə, tövsiyələrə qulaq asın. Oyananlara buradan salamlar.